Babək 44 taborunun komandiri Elxan Qəniyevə. Buyurun, zəhmət olmasa şəhidimizin döyüş yolu haqqında sizlərə məlumat verəcək. Əziz və hörmətli qonaqlar, bu günləri başda onu üzr istəyirəm, sən yığın bu günləri gec də olsa gəldi. Əlpaşa qardaşımızın üstünü açdı, burada iştirak elədi. Mən indi onun haqqında, döyüşləri haqqında ondan sizə bütün hamı dəvəsiz cəmaatına bildirmək istəyirəm ki, belə qəhrəman igid oğlunun haqqında hamımız bilməlisiniz. 5-i 2-ci ayda səhər saat 6 radələrində ermənilər Rus qoşunları ilə birlikdə 70 dənə tankla 30 BMP üstümüzə hücuma keçdilər. Biz də Çıldıran təpəsində Ballı Qaya deyilən yerdə müdafiədə idik. Ermənilər hücuma keçdilər. Saat 20-30 dəqiqə biz döyüş apardıq. Bütün mərmilərimiz, sursatımız qutardı. Qalan böyrümüzə o könüllü batalyonlar hamısı çəkildilər. Qalmışdıq tək döyüşdə bizim tabur. Hamısı da məndən xəbər gözləyirdi ki, biz açan çəkiləcək. Döyüşdük axıra qədərini. Ermənilər az yaxınlaşdı bizə. Az qalmışdı, əlbəyaxa döyüşlər gedirdi. 17 əskərim, həmən bax, Əlpaşa dağların içində olaraq, 17 nəfər, bir zabit, 16 əskərlə bir yerdə xahiş elədilər ki, komandir, 350 nəfəri qırdırma onu burada, onsuz da biz tanklara heç nə eləyə bilməyəcək. Biz qalıb burada döyüşürük, siz qalan əskərləri, 300 nəfəri çəkin buradan geri. Məcbur olub, yuxarı komandanına məlumat verib, qalan əskərləri götürüb, çəkildi, geri, arxaya, Paqasemer istiqamətində. Həmən bu 17 nəfər mərd, igidcəsinə, qəhrəmancasına döyüşdülər, axırıncı sursatına qədər. Daha ki, biz binokullar baxırdıq, əlbəyaxa döyüşlərə girmişdi. Mərmiləri olmazdan əlbəyaxa döyüşlərə giriblər. Həqiqətən o vaxtı, özünüz bilirsiniz ki, elə vaxt idi ki, bunların hamısına milli qəhrəman vermək lazımdır, təqdim eləmək lazımdır.